Növbəti sual, çadırlarda soyuq olurmu? Yağış yağdığı zaman necə olur? Çadırlarda soyuq da olmur və yağış yağdığı zaman problem də olmur. Çünki bu çadırlar 3 nəfərlik və professional çadırlardır. 2 qatdır. Nə qədər yağış yağsa da heç bir problem olmur, içəriyə sızma olmur. Hal-hazırda Qaxdayıq, yay fəsli olsa da bilirsiniz ki, Qaxda güclü yağışlar ola bilir. Dəfələrcə oldu, ancaq heç bir narahatlıq olmadı. Çadırların içində əvvəlcə mat sərilir. Yumuşaq və qalın bir materialdır ki, yerdən soyuq çəkməməsi üçündür. Daha sonra da uşaqlar yataq kisəsinin içərisində girib yatırlar və gecə də biz onları yoxlayırıq yataq kisəsinin içindən çıxıblarmı, üşüyürlərmi? Onlara qaydalarını öyrədirik yataq kisəsinin içinə. Necə bir paltarla yatmaq lazımdır, necə eləmək lazımdır ki, üşürmək olmasın, hər hansı bir problem yaşanmır. Növbəti sual, çadırlara həşəratlar girirmi və necə qoruyursunuz? Çadırların qapıları 2 qapısı olur və havalandırma hissəsi olur. Hər birində də ayrıca tor olur. Yəni, toru da açmaq ola bilər, amma bağlandığı zaman heç bir həşərat girə bilməz. Sadəcə problem nə ola bilər? Uşaqlar açıq unuda bilərlər ki, gün ərzində dəfələrcə xatırladırıq. Çünki yağış da yağarsa, yağış da girə bilər qapısından ya da havalandırma hissəsindən. Qapı ya da hər hansı bir havalandırma açıq qaldığı zaman həşərat girə bilər, amma belə bir hallarda da qrup rəhbərləri kömək edir, təmizlənir, ondan sonra uşaqlar içəridə yatırlar. Çox maraqlı bir sual. Ailəsi üçün darıxıb ağlayan uşaqlar olanda nə edirsiniz? Hər zaman yarı zarafat, yarı ciddi deyirəm ki, məndə qeyri-rəsmi bir statistika var ki, daha çox oğlan uşaqları ağlayır. Təəssüf ki, deməyəcəm, qız ya da oğlan fərqi yoxdur. Analarımız, atalarımız, valideynlərimiz güclü övladlar yetişdirməlidir, özündən ayrı qala bilən. Bəzən demək ki, kiçik yaşlardan əmigilə, dayıgilə, babagilə, nənəgilə göndərmək lazımdır ki, uşaqlar biraz valideynsiz də qala bilsin. Çünki mən də bir valideyn olaraq bunu bilirəm ki, biz hər zaman onların yanında olmayacağıq ya da onlar bizim yanımızda olmayacaqlar. O günlərə bu günlərdən hazırlamamız lazım. Ağladığı zaman bizə ən rahatı olardı ki, o uşaqları göndərək, gəlsin valideynləri götürsün. Çünki əvvəlcədən bu xəbərdarlığı eləyirik. Hansı ki, valideyn deyəndə ki, bu uşaq bizdən heç vaxt ayrı qalmayıb. Biz deyirik ki, əgər bir problem olarsa siz götürməli olacaqsınız. Amma bu kimi hallarda biz istəyirik ki, uşaq getməsin, ailədə onu götürməsin. Hətta bu bizə yeri gələndə dırnaq arası yük olur, çətinlik olur o uşaqla. Ayrıca məşğul olmalıyıq və daha çox axşamlar ağlayırlar. Axşamlar romantikləşirlər tonqal ətrafında. Bəzən hər hansı bir mahnı oxunanda və s. ola bilər ki, uşaqlar axşamlar emosionallaşır və ya telefonla danışarkən ağlaya bilirlər. Biz sadəcə valideynlərdən xahiş edirik ki, siz lütfən deməyin ki, aha, sabah gəlib götürürəm səni. Geri qalanı biz həll edəcəyik. Biz uşaqlara bəzən izah edirik, başa salırıq, deyirik, bu çox normaldır, bu da sənin bir duyğundur, darıxmasaydın anormal olardı, ağlamağın onları çox istədiyini göstərir, amma yavaş-yavaş öyrəşəcəksən. Bax, bu və bir çox hallarda birinci gecələrdə bu problem yaşanır. Birinci gecəni keçirəndən sonra artıq o, belə deyək, təhlükə sovrulmuş olur. Uşaqları bir şəkildə yola gətiririk, belə sözün əsl mənasında və bir neçə gün sonra artıq o hal qalmır. Hətta ilk günlərində ağlayan uşaqlarımız var ki, sanki bizim düşərgələrə abunə olmuş kimi bütün düşərgələrdə artıq iştirak edirlər və o günləri sadəcə kiçik bir xatirə kimi yad edirlər. Yəni, ağlayan uşaq olanda çalışmırıq ki, həmən göndərək və biz bu problemdən qurtulaq. Biz bilirik ki, bu zəncir hardasa bir yerdə qopmalıdır və istəyirik valideynlər də bunu izah edirik ki, bu mühitdə qopsun. Qopa biləcəyi ən münbit, ən etibarlı mühitdə qopsun. Çünki nə vaxtsa bu olmalıdır. Bir digər sual, düşərgələrdə hansı ləvazimatlar, hansı əşyalar lazımdır? Mən buna belə cavab verirəm ki, valideynlər deyirəm ki, övladınızı 3 günlük, 5 günlük hansısa qohumunuza, rayona göndərsəydiniz, çantasına nə qoyardınızsa onları qoyun. Daha çox burada nə olur? Məsəl üçün 5 günlük düşərgəsə valideynlər 5 alt, 5 üst dəst olaraq paltar qoyur və deyir ki, onsuz da uşaq dəyişməyəcək. Yəni 5 gündürsə 3 dəst qoymaq, 3 gündürsə 2 dəst, 4 gündürsə 2 dəst qoymaq daha yaxşı olar. Bəzən yay düşərgələri üçün, çadır düşərgələrində fənər ehtiyacı ola bilir. Yəni evin xaricindən, kənardan almanız lazım ola biləcək. Sadəcə bu olur. Bir də mütləq kitab gətirmələri lazım, çünki kitab saatlarında öz kitablarını oxuyurlar. Növbəti sual, uşaqların günlük gigiyenalarına nəzarət olunurmu? Uşaqlar səhər qalxdıqlarında dişlərini mütləq fırçalayırlar, əzvlərini yuyurlar. Gecə yatarkən də dişlərini fırçalayırlar və əgər yay fəslidirsə, mütləq ayaqlarını yuyurlar. Bunlara nəzarət edirik və düşərgə müddətində ən az bir dəfə mütləq çimirlər. İstəməyənlər də olur, təbii ki, uşaqlığı istəməyə bilir, ancaq hardasa demək olar ki, məcbur edirik. Qız saatları, oğlan saatları olur. Günorta saatlarında çimdiririk ki, gecə yatmadan əvvəl olmasın. Mütləq yanımızda saç qurutma
aparatı olur və fenlə saçlarını qurudurlar. Hər hansı bir gigiyenik mövzuda nəzarətsiz qalmırlar. Bir digər sual da şirkət tərəfindən, yəni bizim tərəfimizdən verilən forma, çadır və ya yataq kisələrinin təmizliyidir. Belə bir sual var. Çadırlar hər düşərgədən sonra mütləq təmizlənilir, havalandırılır. Yataq kisələri mütləq yuyulur, havalandırılır. Və formalar uşaqların yarış müddətində geyindikləri formalarda hər dəfə mütləq təmizlənilir, yuyulur, ondan sonra istifadəyə verilir. Tamamilə hər şey tərtəmiz olur. Uşaqlar haqqında valideynlərə təəssürat bildirirsinizmi? Bu valideynlər çox maraqlandıran və çox da xoşlarına gələn, hətta çox həsrətlə gözlədikləri bir məqamdır. Mən də bir valideyn kimi hər nə qədər pedaqoq və psixoloq olsam da, övladımı başqalarının gözü ilə görməyi çox istəyirəm, çox sevirəm, xoşlayıram. Çünki mənim bir valideyn olaraq görə bilmədiyim məsələlər olur ki, kənardan bir başqası baxır və görür, hər nə qədər professional belə olsam, bu bəzən valideyn olduğun zaman olmaya bilir. Biz valideynlərə ingilislərin belə bir ifadəsi var, fikir bildirərkən two stars, one wish, yəni iki yaxşı yönü, bir də inkişaf etdirilsə yaxşı olar dediyimiz yön. Yəni biz sizə daha sonra hər kəsin fərdi özünə təbii ki, qrupa yox, hər kəsin özünə övladınızla bağlı iki yaxşı xüsusiyyətini, bir də bu xüsusiyyətini inkişaf etdirsəz, bu yönünü inkişaf etdirsəz yaxşı olar dediyimiz yönünü göndəririk yazılı halda və mütləq ora qeyd edirik ki, bunu yazan qrup rəhbəridir, psixoloq deyil, mütəxəssis deyil, sadəcə 5 günlük, 3 günlük müşahidəsinə əsasən fikirlərini yazıb. Əmin olun, dəfələrcə olub ki, valideyn bizə geri yazıb ki, Hüseyin bəy, biz uşağı bir müddətdir ki, məhz bu mövzuyla bağlı psixoloq yanına aparırıq. Yəni, hər nə qədər o sahədə biz mütəxəssis olmasaq da, qrup rəhbərləri adına deyirəm, mən hər nə qədər psixoloq olsam da, hər bir uşaq üçün mən ayrıca rəy yaza bilmirəm. Amma bir çox vaxtda müşahidələr psixoloq rəyi ilə də aşağı-yuxarı üstə düşür. Növbəti sual ödənişlə bağlıdır. Ödəniş nə qədərdir və endirimlər olurmu? Ödənişlər düşərgəyə görə dəyişir, düşərgənin müddətinə görə dəyişir, düşərgənin olduğu yerə görə dəyişir. 300 manat və 400 manat arasında dəyişir. Bu hal-hazırda 2024-cü ildəyik rəqəmlər belədir. Əlbəttə ki, dəyişə bilər, amma düşünmürəm ki, çox ütopik rəqəmlərdir. Əlbəttə ki, büdcəyə görə qərar vermək olar ki, ucuzdur, bahadır, ortadır, necədirsə, hər kəsin öz büdcəsinə görə bu dəyişər. Endirimlər olur, necə olur? Bir evdən 2 övlad olduğu zaman təxminən 10%-ə yaxın endirim olur. Bir dəfə gəldiniz, iştirak elədiniz, yəni övladınız iştirak elədi. Daha sonra növbəti bütün düşərgələrdə avtomatik olaraq qeydiyyat formunda o hissə yazılır ki, təkrar iştirak edənlər bu qədər ödəyəcək. Onlar minimum 10% endirim olur. Hər düşərgəmizdə, türklər demiş, söyləməsi ayıb, ödənişsiz gətirdiyimiz iştirakçılar olur, şəhid ailələrindən, kimsəsiz uşaqlardan. O kontenjanımız dolmayıbsa, şəhid ailələrinin övladlarına tamamilə ödənişsizdir. Əgər o kontenjanımız dolubsa, şəhid və qazi ailələrinin övladlarına 50% endirimimiz olur. Bunun xaricində də bəzən olur ki, bir ailədən 3 uşaq, 4 uşaq ola bilir. Belə təcrübələrimiz də olub. Orada artıq müəyyən xüsusi yanaşmalarımız olur. Növbəti sual, bir düşərgə üçün ən əsas məqsədiniz nədir? Əlbəttə ki, birinci məqsədimiz kommersiyadır, sözsüz ki, özəl bir şirkətdir və məqsədimiz kommersiyadır. Ancaq onu bir kənara qoysaq, biz istəyirik ki, bu işi kommersiya üçün eləsək də, uşaqları nəticədə bura gətiririk, 5 gün, 3 gün bizimlə bərabərdir. İstəyirik ki, uşaqların həyatlarına müsbət bir toxunuş eləyək. Bunu da soruşsaq ki, müsbət bir toxunuş eləməkdən məqsədiniz nədir ya da nəyi nəzərdə tutursunuz desəydiniz, deyərdim ki, uşaqların görülməsidir. Mənim üçün bu kamplarda, bu düşərgələrdə uşaqlar üçün, uşaqlar adına ən vacib məqam uşaqların görülməsidir. Çünki bəzi uşaqlar var ki, ailədə görülmür, məktəbdə görülmür, həyətdə görülmür, qohum-qardaşın içində görülmür, dostların içində görülmür. Əgər burada da görülməzsə, bağışlaya bilməyəcəyimiz yeganə şey o ola bilər. Ona görə ən əsas məqsədiniz nədir desəniz, ən əsas məqsədiniz uşaqların görülməsidir. Duyğularının, içindəkilərinin, sadəcə beyindəkilərinin yox, könlündəkilərin də görülməsidir. Və son sual, necə etibar eləyək desəniz, bu biraz çətin bir məsələdir, eyni zamanda da asan bir məsələdir. Asandır belə ki, tanışınız, qohumunuz, hər hansı bir bildiyiniz bir insan, əgər bir insanın övladı düşərgədə iştirak edibsə, bu çox asan olur. Bəzən elə olur ki, o valideynlər heç məni görmədən də övladlarını göndərə bilirlər, çünki tanışları kimsə göndərib. Bəs tanımayan valideynlər üçün nə deyə bilərəm? Biz çox vaxt, hətta belə də bir nümunəmiz, misalımız var ki, sadəcə telefonda danışmışıq və bir də uşağı gənclikdən düşərgəyə gələrkən, yola salarkən görüşmüşük valideynlərlə, etibar ediblər.
Daha yaxşı nə olar? Ofisimizə gələrsiniz, tanış olarıq, danışarıq. Çünki insan insanın halından anlayar. Düşünürəm ki, danışıq tərzindən, oturuşundan, duruşundan, səs tonundan belə insanın necə birisi olduğunu başa düşmək olar. Başa düşmək olar ki, bu insana uşaq əmanət etmək olar, yoxsa yox. Əlbəttə ki, heç kəs ayranına turş deməz. Mən də demirəm təbii ki. Mən də deyirəm ki, bizim düşərgəmiz yaxşıdır. Uşaqlara müsbət toxunuşlar eləyirik. Instagram səhifəmizdə valideynlərin rəyləri var. Ayrıca rəy bölmələri var ki, onları valideynlər yazıb və biz də onu ora olduğu kimi qoymuşuq. Uşaqların özlərinin rəyləri var, video rəyləri var. Oralara baxa bilərsiniz və dediyim kimi gəlib bizlə tanış ola bilərsiniz. Son olaraq da niyə düşərgə, niyə uşağımızı düşərgəyə göndərək deyə sorursanız, deyərdim ki, mütləq göndərməlisiniz. Uşaqlar mütləq bu düşərgə təcrübəsini yaşamalıdırlar. Burada edindikləri dostluqlar, burada qazandıqları özgüvən, burada görülmələri, burada yeni bir şeyləri yoxlamaları, cəhd eləmələri, cəhd eləyərkən heç bir şey itirmədiklərini görmələri nəyə desəniz dəyər. Bir dostumuzun ifadəsi ilə deyim, bir başqa dostumuza demişdi ki, əgər göndərəcək qədər maddi imkanın varsa, əmin ol ki, pulunu daha yaxşı bir şeyə xərcləyə bilməzsən övladın üçün. Fərqi yoxdur hansı düşərgəyə göndərirsiniz. Ola bilər hansı bir düşərgənin ödənişi, yeri, proqramı, müddəti, düşərgə rəhbərinin tipi, hər hansı bir şey sizə uyğun olmaya bilər. Amma mütləq harasa göndərmək lazımdır. Şərt deyil bizim düşərgələrimiz. Çünki əgər məsələnin kommersiya tərəfinə baxsaq, biz də digər şirkətlər də mütləq ki, qazanmaq istədikləri qədərini mütləq qazanacaq kimlərsə tapacaqlar. Amma əsas olan qərar verəcək, övladını göndərəcək olan sizlər mütləq etibar etdiyiniz proqramına, uşaqlara qatacaq dəyərlərindən əmin olduğunuz insanlara lütfən övladlarınızı əmanət eləyin. Onlar sabahsı günlərinə, sizsiz olan, bizsiz olacaq günlərinə elə bu günlərdən doğru mühitlərdə hazırlansınlar, formalaşsınlar, amma düzgün, doğru formalaşsınlar. Etibar mövzusunda son olaraq onu deyim ki, əgər bir uşaq təkrar gəlir və əgər bir valideyn təkrar göndərirsə, demək ki, etibar ediləcək heyət, demək ki, etibar ediləcək proqram və dəyərlər var.